videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Değerli izleyicilerimiz, hoş gördük her birinizin, her vaxtınız xeyir olsun. Nənənin evinin üstünün dünən qutardıq. Bu gün isə Allahın izni ilə evimizin patoloğu sökülüb dəyişiləcək. Allah yardım eləyən qardaşlarımızın canı sağ eləsin, ruzilərin bol eləsin. Uzaq sakini, mənim gözəl əmim, ağsaqqal əmmimiz Tahir əmmə minnətdaram. Allah cibin dolu eləsin. Tahir əmmimiz 500 rubl göndərib. Cibin dolu olsun əmi. Allah minə vəzin versin. Mənim gözəl qardaşım, dostum, xeyriyyətçi qardaşımız Ağsu rayonundan Ramil qardaşım təşəkkür edirəm. 3000 rubl göndəribdi. Allah minə vəzin versin. Və mənim gözəl Gəncəli qardaşım Kərbəlayı Ramin qardaşıma öz minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Allah cibini dolu eləsin. Ramin qardaşımız 10.000 rubl göndəribdi. Allah minə vəzin versin. Allah ruzisini bol eləsin. Biz də materialımızı aldıq, gətirdik. Allah ciblərini dolu eləsin. Gözəl izləyicilərimiz, evimizin indi bu günlərim inşallah pəncərə qapı sistemində ölçəcəyik. Bəxtiyar ustamız çəkilişimizə baxır elə. Oradan götürəcək inşallah. Onu da ödənişini eləyəcək. Gətirib özü abstanovka eləyəcək yerinə. Allah ciblərini dolu eləsin. Allah canlarını sağ eləsin bu evə maddi mənəvi dəstək olan hər bir kəs. Və mənim gözəl bir qardaşım var. Bilirsiniz ki, o qardaşımız həmişə ehtiyac olan insanların yanında olub. Eldəniz qardaşıma öz minnətdarlığımı bildirirəm. Allah canı sağ eləsin. Elə bax bu kənddə alınmışdı da o 3 uşaqlı anaya ev 2100 manatımız satmırdı. 2000 manatımız satmırdı, 2100 manat göndərdi. O qardaşımız da zəh vurubdu ki, xəqani. O evə nə qədər kəsir olsa artıqlaması ilə mən göndərəcəm, ürəkli işində ol. Eldəniz qardaşıma da öz minnətdarlığımı bildirirəm. Kartımızı atmışıq, inşallah bir gün vuracaq kartımızı azar. Sağ olsun deyə evin daxalın üstünü görürsünüz də təmiz tamamilə yekunlaşdırıb dünən düşdü. Allah canı sağ eləsin. Videomuz davam eləyir. Videomuzu izləmədə qalın. Nənənin xəbəri yoxdur, material almışıq. Qoy nənəni qabaqlayaq sağa görək nənə nə deyir. Nənə! Natasha! Qapını aç görək nənə, bizi qoymuşsan çöldə. Nənə, material ala bilmədi, pulumuz olmadı. Canım sağ ol. Dəhsən elə üstü heylə qalacaq, içi heylə qalacaq. Canım sağ ol. Elə belə gəldim görüm nə ayırırsan. Olsa da canım sağ olsun, olmasa da canımız sağ olsun. Ay da. Sağ ol ay nənə, sağ ol. Nənəm buranı elə qıfıllayıb ki. Mən yox. Natasha ay nənə. Sağ ol, sağ ol. Varmış ya, bu sağ gözlerim kurma. Nənə gördü fotoğrafı, dedi bu nə idi görək. Varmış ya. Nənə, Hay canım. qardaşlarım deyir ki, ürəkli ol. Hə. Pəncərənin qapını da pulunu düyün ödəyəcək. O da zakaz verəcək, düzəlsin. Hamısı sağ olsun. Qorxma, qışda nə yağış vurmayacaq səni, nə külək vurmayacaq. Sağ olsunlar, sağ kurban olum. Alanlar, gönderenler, kömək edənlər hamısı sağ olsun. Sağ ol nənə. Sağ olsunlar. Allah minə vəzin versin. Nənəm nə qədər sevindi. Sürpriz elədik, nə nənə? Sürpriz elədik ya nənə. İndi buradan izləyicilərim deyər ki, axı qarı, niyə elə bir çəkiliş elədin? Vallahi elə nəysə belə alındı da, sürpriz alındı. Elə evimizin içinin nəyi var, hamısını aldıq. Sağ olsunlar. Mismarına qədər. Allah köməklərində dursun. Hamısı sağ olsun, var olsunlar. Allah başlarından tüysün. Amin nənə, Allah amin. Allah minə vəzin versin. Amin Allah. Zaru da sən də qapıdan qovursa pəncərədən girir. Yox Allah eləməsin. Allah eləməsin. Zaru ustamız Allahın köməkliyi ilə oranı elə düzəldəcək. Nənəm baxanda deyəcək, bəh, 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 bəh.
He, Sizi nene. veren Allah'a kurban olum. Elə demə, nene. Sonra onu hara aparır? Oradan, ha? Ha, elə bilim. Ha, yox, elə yönənə getdim. Elə bildim o yana. Pavarotu geriş götürür de nene. Pavarotu geriş Baba götürür. sağ olun, sağ ol. He, nene, gözün aydın olsun. Da Sağ evin ol. üstündən tutardıq, indi keçirik evin içine. Gözleriniz var olsun. Göndərənlərin Amin. malına, mülkünə amin, bərəkət amin, versin. Amin. Allah Teala başlarından. Kərbəlayı Ramin qardaşım zəng elədi ki, qaqa, material aldın gətirdi, dedim, yox, pulumuz yoxdur. Hı. Dedi, mən ölmüşəm. Uy Allah eləməsin. Bu dəqiqə pul göndərirəm, ged al gətir. Onu veren Allah'ın başına dedim. Kömək eləyənlər. Şəhid qardaşıdır o da. Şəhid qardaşına Allah qurban bütün olum. şəhidlərimizə rəhmət Rəhmət eləsin. eləsin. Allah canı sağ eləsin. Ümumiyyətcə, bax, bu evə fərqi yoxdur. O maddi dəstək olanın fərqi yoxdur. 1 manat göndərib, 5 manat göndərib, 100 manat göndərib, onun heç bir fərqi yoxdur. Hamısı bizim üçün əzizdir, doğmadır. Bəsinə, bəsinə. Allah hamısının canını sağ eləsin. Amin. Ona da ürək lazımdır, nənə. Sənə. Vallah, Allah. ürək lazımdır ki, mən o həmişə deyirəm, o pulu qazanmaq asandır. Hə. Xərcləmək çətindir. onu Hara, nəyə xərcləmək çətindir. Bax, elə belə şeyə ki, xərcləyənlər var. Quran haqqı onlar xərcləyib azaltdıqsan Allah verib çoxaldır. Aha, Çünki hə. həngisə bir yetimin qəlbini açıb, həngisə bir kasıbın ürəyini açıb sevindirmək. Mən o qapı açılanda sən o fənərxanı orada görəndə nətər sevindim mən. Allah haqqı ürəyim belə. uşaq kimi sevindin neysə. Mənə o qədər xoş gəldi ki, Quran haqqı. Ki gör çətin bir şəraitdə yaşayır da, bir asrazaqlı bir şəraitdə yaşayır. Çox qazandım. Yəni yağan yağış nənənin başının üstündədir. Ona görə də ən gözəl savab işlərin biri də odur ki, bu yaşlı ananın qəlbini açıb sevindirir sizi. Allah da sizi o qədər sevindirsin. Amin, amin. Allah Teala başlarından töysün. Amin, Allah nənə. Teala min əvəzini versin. Amin Allah. Balalarının toyun görsün. Balalarının şad xəbərini eşitsin. Amin. Böyük Amin. məktəblərə qəbul olsun məhlaları. Amin Allah. Amin. Hə, indi Zahir ustamız yıxsın nənə. Bəxtiyar ustamız da bizim kanalımıza abunədir də, baxır videolarıma. Deyir, o günü baxırdım elə. İndi zəng elədim, dedi, gələ bilmirəm. Usta işləyir qapıda. Hə, elə çəkilişlə Zahir ölçəcək, pəncərələrimizin də, qapımızı da, Bəxtiyar ustamızın pulunu da verəcək, özü gətirib geçək, quraşdırıb, haçarı təhvil verir, sağa gedəcəyik. İnşallah, inşallah. Lap Hə. yaxşı. Onda bir xoruz quyruğu çayını çəkəcəyik. Lap yaxşı. Hər şey sizə canım da qurban. Elə demək, elə demə, nənə. Hə, hə. Elə demə. Hə, qaban. Gedəyim evə? O, ya gedək tabii. Gedək. Nənə. Allah köməklərində dursun. Amin, amin. Amin Allah. Zahir ustamızı ölçüyür Bəxtiyar. Bax. Neçədir? 82 aşağıda, 83 yuxarıda. Aşağı ilə götürək. 82 aşağıda, 83 yuxarı. Boyun da ölç. Sən bəxtiyar. Bu da çıxır. Neçədir? 123. Mən təmiz nədirsə onu deyim. Hə də de. 123-ün Hə. 123. 82 də oradan, ha. 82 bir tərəfidir aşağı. Yuxarıda 83 demədi. 123-ün 83 qırağı. 82 də yuxarı. 83-ün 82-yə. bura 84. 84-dür. 83, 84. 83. Hə, heç. Razı olsun. Deməli, Bəxtiyar, bax qardaş, qapının sol tərəfindəki bildin ölçüsünü. İndi qapının sağ tərəfini ölçürük. 82, Aha, 81, 81, 82. Yuxarı 81-də, aşağı 82. Aha. %20. 120 də buradır. Sağ tərəf pəncərəmiz seylə gəldi. İndi deməli solu elə düzəldərsən ki, elə bu tərəf sola açılar. Sağı da elə düzəldərsən ki, bu tərəf sağa açılar.
İndi də qapımızı ölçürük. 82, Aha, 82, aha. Qapını da elə belə bunu kimi asılsın sola. 180. 180. Всё. Bəxtiyar ustamız özü baxıb görəcəkdir. Mən zazor qoymadım. Hə, özü qoyacaqdır. Qapıda belə bu qaydada asılsın da elə sola. Girəndə hə. Hə. Bu pəncərədə sola açılacaq, bu pəncərədə sağa açılacaq. Sağ sağa, sol sola. Ay sol. Hə, sol sola, sağ sağa, Hə. qapı da yenə sola. Elə yaxşı deyil nənə? Qəşəng. Sağ ol. Qolunuz var olsun. Sağ ol. Sağ nənə, ol. Sağ ol. Allah Var olun. onun pulun göndərən qardaşların da əlin qolun var Amin, eləsin. Amin. Başlarından töysin Amin, Allah. Allah amin. sana rüzillərin versin. Onlar Amin ki, belə inşallah. yardım eləyir. Belə soğuk iş görürlər. Allah hamısını başından tut. Amin nənə, amin. Allah Teala hamısını köməyindədir. Gedək sağ. Hə, gözəl izləyicilərimiz, bax, bu günləri materialımız alındı. Pəncərə qapımızın da zakazını indi verəcəyik. Allahın köməkliyi ilə başlayacağıq işimizə. Qəşəng çərini də emusiyasını da adını alıb rəhləyib. Nənəmizi yığacağıq ora. Bir dənə də qəşəng nənəmizə bir dənə də qəşəng Yaxşı elə. orada yatacağı görürsünüz də. İnşallah Eldəniz qardaşım pul göndərəcəkdir. Allah canını sağ eləsin. Patoloğumuz da dəyişəcək. Rahib qardaşımız da Allah canını sağ eləsin. Rahib də deyib, inşallah bir dənə orada divan alarsan. Divan yox, belə yatmaqadan elə kapat. Sağ ol nənə, biz etdik. Sağ ol. Gözəl izləyicilərim, videomuzu baxırsınız. Amma like, kolxozun like-ın varından. Bu kolxozun like-ı 7 nəfərin qarşısına çıxardır. Onu unutmayın. Getdik sağ ol. Yolçu yolunda gərək. Allah yardım eləyən qardaşlarımıza dəyməsin. Amin. Var olun. Nənənin bugünkü sevinci milyona dəyər.